İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Növbəti mərhələdə Xocavənd şəhərinə və Xocalı rayonunun Xanabad kəndinə növbəti köç karvanı yola salınıb. Geri dönənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Xocavənd şəhərinə 46 ailə, Xanabad kəndinə isə 19 ailə köçürülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. O vaxtı 2 uşaqla gəlmişdim. İndi 10 nəfərik ailədə. Nəvələr, ondan uşaqlar hamısı ailə qurub. Bir şəhid qardaşım onu deyə bilərəm ki, çox sevinirik biz. Çox sevinirik, həddindən artıq. Şəhid oğlu ki, mən də öz elimə, obama gedirik. İnşallah Xocavəndə gedirik. Xocavəndin mərkəzində inşallah evimiz olacaq. Hamımız evimizdə, obamızda, yurdumuzda inşallah Allahın izni ilə vətənimizə, millətimizə xeyirli bir iş görərik Allahın köməkliyi ilə. Qeyd edək ki, növbəti köç karvanı artıq Xocalının Xanabad kəndinə çatıb.